Salam Şinarə, hər vaxtınız xeyir olsun. Vurğuladığınız kimi vətəndaşların pensiya kapitalı növbəti il ərzində 6% artırıla bilər və təbii ki, bu da qanuna əsasən istehlak qiymətləri üzrə illik indeksləşdirilmə yolu ilə aparılır. Daha təfərrüatlı informasiyaları elə hazırda qonağımla birlikdə əldə edəcəyik. Qonağım Milli Məclisin üzvü deputat Vüqar Bayramovdan alacağıq informasiyaları. Xoş gördük Vüqar bəy. Ümumiyyətlə bu illik indeksləşdirilmə yolu ilə artırılacaq məbləğlə bağlı təfərrüatları sizdən eşidək. Buyurun. Hər vaxtınız xeyir və qeyd etdiyiniz kimi əmək pensiyaları haqqında qanuna əsasən yalnız əmək pensiyaları deyil, eyni zamanda pensiya kapitalı indeksləşdirilərək artırılır və əgər əmək pensiyaları əvvəlki ildə orta aylıq əməkdəki artım faizinə uyğun olaraq artırılırsa, pensiya kapitalı 2025-ci ildə istehlak bazarında qiymət artımları, yəni inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilib artırılacaq və artıq yanvar ayından etibarən əmək pensiyaları indeksləşdirilərək artırılacaq. Buna bağlı Cənab Prezident tərəfindən sərəncamın imzalanması gözlənilir. Mərkəzi Bank 2025-ci ildə inflyasiya səviyyəsinin 6% olacağını proqnozlaşdırıb. Nəzərə alsaq ki, Mərkəzi Bank tərəfindən inflyasiya ilə bağlı proqnoz dəyişdirildi və artıq 6% proqnoz var. Eyni zamanda Dövlət Statistika Komitəsi bu ilin 9 ayında inflyasiya səviyyəsinin 5,7% olması ilə bağlı rəsmi açıqlama yayıb. Bu ona xəbər verir ki, əgər Mərkəzi Bankın proqnozunda xüsusi kənarlaşmalar baş verməzsə, o zaman yanvar ayından etibarən pensiya kapitalı təxminən 6%-ə indeksləşdirilərək artırılacaq. Bu o deməkdir ki, əgər vətəndaşımızın 50.000 manat pensiya kapitalı varsa, həmin pensiya kapitalı indeksləşdirilərək və həmin 50.000 manatın üzərinə 3.000 manat əlavə olunacaq və pensiya kapitalı artıq yanvar ayından etibarən 50.000 manat deyil, 53.000 manat olacaq. Bu, həmin vətəndaşlarımızın və bütövlükdə pensiya kapitalı olan vətəndaşlarımızın pensiya məbləğinə birbaşa təsir göstərir. Çünki pensiya kapitalı nə qədər çox olursa, həmin vətəndaşlarımızın alacağı pensiya yaşı tamam olan zaman alacağı pensiya məbləği də daha çox olur. O baxımdan təbii ki, bu vətəndaşlarımızın sosial təminatın gücləndirilməsi və xüsusən də pensiya kapitalı olan vətəndaşlarımızın pensiya yaşı tamam olan zaman daha çox pensiya alması baxımından vacibdir və bu kontekstdən təbii ki, sosial bir addımdır. Təşəkkür edirəm. Çox sağ olun. Təfərrüatlı informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün bir daha xatırladım ki, növbəti il ərzində vətəndaşların pensiya kapitalının 6%-ə artırılması planlaşdırılır, gözlənir və təbii ki, bununla bağlı da informasiyaları əldə etdik. Bu da sosial rifahın daha da yaxşılaşdırılması üçün atılan addımlardan biri kimi dəyərləndirilə bilər indiki məqamda. Bu mövzu ilə bağlı çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatları bizə ötürdüyün üçün. İndi